Bismillah, elhamdülillah və salatu və salamu alə Rasulillah və ba'd. Şeytan sizi fəqirliklə qorxuzur və sizə cimriliyi təlqin edir. Allah isə sizə öz qatından bir məğfirət və bir lütf vəd edir. Allah hər şeyi mərhəməti ilə əhatə edəndir. Allah hər şeyi biləndir. Əl-Bəqərə surəsi 268-ci ayətin Azərbaycan türkçəsinə məalı. Həsən Əl-Bəsri rahiməhullah zikr edir ki, Quranı dəfələrcə oxudum. 90 yerdə Allahın rızqa kəfil olduğunu, tək bir yerdə isə şeytanın insanı fəqirliklə qorxudacağını gördüm. Nə acınacaqlıdır ki, insanlar Allahın 90 yerdəki vədini unudub, şeytanın bir yalanına qulaq verirlər və aldanırlar. Subhanəkə Allahumma və bihamdik, əşhədu ən la iləhə illə ənt, əstəğfurka və atubu ileyk.